Salam əleykim. Kimsəsiz, anasız, atasız uşaqlara baxmısan. Halal olsun sizə. Başına dönüm, sağ ol. Deyirəm, gəl bu Nərmini Farizlə barışdıraq. Qadan alım, mən ona çox dedim, ağrın alım. Onun beyninə baxmadı, mən neyiniyim? Bura gələndən ağrın alım. Mən onu, bura gələndə gördüm, mən onun nə oğlum istədiyini, nə aldığını görmədim valla. Özü mü gəlir? Gənə onunla qəbul elədim. 2 aylı uşağın da bax çörək haqqı yeməmişəm, bax onun uşağına da yedirmişəm, özünə də yedirmişəm, az qalmışam, amma onu yedirmişəm, qarnını doyurmuşam. Bax o göydə kalla haqqı. Düz deyilmi? Beynimi doldurup böyle demedim ki ayrıl. İndi belə deyir. Deyir axı bunun beynini doldurmusan ki ayrıl ərindən. Deyirəm başına dönüm ki, mən qovuşturmağa razıyam, nəinki dağıtmağa, ağrın alım. Nə vaxt sənə dedi ki ayrıl? Elə həmişə bu işe gedəndə. Həm işə gedən kimi deyirdi ayrıl, hə? Demirdin ki ay qaynana, niyə ayrılın? Fariz də deyir ki uşağı götürüb gəlirəm. Uşağı gətirsə baxacaqsınızmı? Mənim üçün qəbuldur. Onun atası məni saxlamışam, qəbul tutsa parasını da qəbul edirəm.